Regional dövlətlər olan Azərbaycanla Gürcüstan bugün bir çox sahələrdə uğurlu fəal əməkdaşlıq qurub. Qarşılıqlı hörmət və etimad üzərində qurulan münasibətlər dinamik inkişaf edir. Ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə formalaşan əməkdaşlıq Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizi üçün də mühüm töhfədir. Xalqlarımız arasında münasibətlər uzun tarixə əsaslanır. Əsrlər boyu davam edən yaxşı qonşuluq və dostluq tarixinə əsaslanır. Hesab edirəm ki, bu böyük dinamikanı nümayiş etdirən və faktiki olaraq bir çox sahələri əhatə edən cari münasibətlərimizin inkişafı üçün çox yaxşı zəmindir. Xalqlarımız arasındakı tarixi münasibətlərə söykənən Azərbaycan-Gürcüstan əlaqələri hər zaman yüksək səviyyədə olub. İki ölkə arasında imzalanan dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında müqavilə strateji tərəfdaşlığın təməlini qoyub. Siyasi dialoqun gücləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm rolu var. Daim bir-birinin ərazi bütövlüyünü dəstəkləyən ölkələrimiz beynəlxalq platformalarda da yaxşı əməkdaşlıq qurub. Gürcüstan sözsüz ki, siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrimizin güclənməsində maraqlıdır. Biz həmçinin regionda sülh və sabitliyin olmasında maraqlıyıq. Bu, güclü iqtisadi inkişafın təməli olacaq. Siyasi münasibətlərin möhkəm təməli iqtisadi əməkdaşlığın genişləndirilməsinə, uğurlu beynəlxalq neft-qaz, nəqliyyat layihələrinin reallaşdırılmasına yaxşı zəmin yaradıb. Bizim enerji və nəqliyyat layihələri kimi birgə layihələrin icrası üzrə yaxşı tariximiz var. Bu layihələr regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişmişdir. Ölkələrimiz arasında güclü tərəfdaşlıq olmasaydı, bu layihələrin icrası mümkün olmazdı. Tarixi İpək yolunun üzərində yerləşən Azərbaycanla Gürcüstanın birgə iri miqyaslı nəqliyyat layihələrini uğurla icra etməsi regionda yük axınının həcminin dəfələrlə artırılmasına imkan yaradıb. Hansı ki, bu layihələr həm də regional sülhə və sabitliyə də mühüm töhfə verir. Rüstəm Mikayılzadə, Rauf Məmmədov, ASTV Xəbər.